Salam, hər vaxtınız xeyir. Bu gün mən sizə tabeli mürəkkəb cümlədə baş və budaq cümlələri bağlayan vasitələr haqqında danışacağam. Budaq cümləni baş cümləyə aşağıdakı vasitələr bağlayır. Ümumiyyətlə biz burada 4 dənə vasitə keçəcəyik ki, bunlardan birincisi tabellik bağlayıcılarıdır. Biz buna morfologiyada bağlayıcıda keçmişdik. Tabellik bağlayıcıları hansılardır? Güzəştlik, aydınlaşdırma, daha sonra şərt bağlayıcıları idi ki, bu bağlayıcılar burada bizim işimizə çox yarayacaq. Bağlayıcı sözlərlə bağlanır. Bağlayıcı sözlər artıq yeni bir termindir. Bağlayıcı sözləri isə biz morfologiyada əvəzlik bölməsində keçmişdik. Bunlar əsasən sual əvəzlikləri olurlar. Digər bir xüsusiyyət üçüncü, şəkilçilərin köməyi ilə ədatlarla bəzi modal sözlərlə bağlana bilər. Şəkilçi, ədat, modal sözlər. Şəkilçilər ədatlarımızdan da ədatını, belə ədatını görürük. Modal sözlərdən isə düzü, doğrusu, düzdür, doğrudur modal sözlərini görürük. Növbəti bağlayan vasitə isə intonasiya olacaqdır. Yalnız intonasiya ilə bağlanan mürəkkəb cümlələr olacaq. Gəlin indi keçək hər birinin ayrı-ayrılıqda izahına görək necə bağlanır. Tabellik bağlayıcıları olanda əsasən burada hansı bağlayıcılar olacaqdır? Aydınlaşdırma bağlayıcılarını biz birinci görürük. Aydınlaşdırma bağlayıcılarımıza nə daxil idi? Ki bağlayıcısı və belə ki bağlayıcısı. Ki və belə ki, yəni aydınlaşdırma bağlayıcısını görürsünüzsə, birinci hər zaman yoxa, əsasən baş cümlə, ikinci budaq cümlə gələcəkdir. Sevinirdi ki, gördünüz, kini görürsünüzsə, birinci tərəfə baş cümlə deyirsiniz, bağlayan cümləyə də ki bağlayıcısının adını verəcəksiniz, oxu da birinci tərəfə qoyuruq. Əgər səhv etmirsən, burada artıq əgər bağlayıcısını görürsünüz, əgər şərt bağlayıcısıdır. Şərt bağlayıcısında isə budaq cümlə gəlir. Yəni, bir dəfə yadınızda saxlayın ki, səbəb və aydınlaşdırma bağlayıcılarında səbəb, çünki ona görə ki, səbəb və aydınlaşdırma ki, belə ki, bağlayıcılarında birinci baş gəlir əsasən. Bunu belə yadda saxlayın. Digər bağlayıcı vasitələrdə isə budaq gələcəkdir. Əgər budaq gəlir, hərsə güzəşt bağlayıcısıdır, budaq gələcək. Aydınlaşdırma bağlayıcısı cümlənin içini çıxmaqla tabellik bağlayıcılar bir qayda olaraq budaq cümlədə olur. Yəni ki, əsasən baş cümlənin tərkibində iştirak edir. Səbəb və aydınlaşdırma bağlayıcıları əsasən bu qaydanı yadda saxlayın ki, bunlar əsasən birinci baş cümləni gətirir. Bax, əksərən baş cümlə əvvəl gəlir. Hər zaman yox, əsasən. Budaq cümlə isə ikinci gəlir. Hansı bağlayıcılarda? Səbəb və aydınlaşdırma. Ki, belə ki, çünki, ona görə ki, odur ki, bağlayıcılarında birinci baş cümlə gələcəkdir. Mən çox narahat idim. Ona görə ki, verilən tapşırıqları vaxtında çatdıra bilməmişəm. Mən çox narahat idim. Ona görə. Görürsünüz, ona görəni gördünüzsə, birinci cümlə baş, artıq bu cümlə budaq olur. Sadəcə bağlayıcının özü budaqda iştirak eləyir, amma bu bağlayıcı baş cümləni gətirir. O düz bir ildir. Ki varsa birinci baş, sonra budaq cümlə gələcəkdir. Ki bağlayıcısa bağlanan elə cümlələr var ki, birinci budaq cümlələr də gələ bilir. Bu istisna hallardadır ki, həmin sözlər zaman məzmunu bildirir. Bu sözləri yenicə, təzəcə, indicə sözlərini artıra bilirik. Evə çatmışdım, işə çağırdılar. Evə yenicə çatmışdım, indicə çatmışdım, təzəcə çatmışdım. Bu sözləri artıra bilirsinizsə, onda deməli burada birinci budaq cümlə gələcəkdir. Bağlayıcı sözlərlə bağlanır. Bağlayıcı sözlər bizim dilimizdə yeni bir termindir. Bağlayıcı sözlər bərabərdir sual əvəzliklərinə. Yəni, bağlayıcı sözü harda gördüksə, birinci budaq cümlə gələcək, ikinci isə baş cümlə. Bağlayıcı sözlər bəzən sual əvəzlikləri olur. Bəzən sual əvəzliyi olmasa da əvəzliyin üzərinə, hər hansı bir əvəzliyin üzərinə ki ilə gəlib bağlayıcı söz yarada bilər. Və əvəzlik, sual əvəzliyi ki ədatı ilə olur. Budaq cümlədə yerləşir, sintaktik funksiya daşıyır. Yəni, sintaktik funksiya o deməkdir ki, cümlə üzvü olur. Kim zəhmətə qatlaşır, o da qazanır. Bax, burada sual əvəzliyi hansıdır? Kim? Sadəcə burada sual əvəzliyi öz sual vermə funksiyasını itiribdir. Və bağlayıcı sözlər budaq cümlədə işlənir dedik. Həmişə budaqda işlənir və baş cümlədə öz qarşılıq sözünü gözləyir. Bax, kim zəhmətə qatlaşdı? O qarşılıq sözdür. Mən nə istəyirəm? Nə sual əvəzidir? Onu əldə edirəm. Onu. Nədən ki qorxursan? Onunla rastlaşırsan. Görürsünüz qarşılıq sözlərini. Sual əvəzlikləri kim, nə, hara, necə, nə cür, hansı, niyə, nə səbəb, neçə, nə qədər, neçənci suallarından birinə cavab verir. Bağlayıcı söz kimi işləndikdə sual mənasını demək olar ki, burada itirməlidir. Bağlayıcı sözlər bağlayıcılarla qarışdırmaq olmaz. Bağlayıcı köməkçinin nitq hissəsidir.
Yəni bağlayıcılarımız hansılardır? Amma, ancaq, lakin, çünki, ona görə, hərçənd, hərçənd ki, belə ki, bunlar bağlayıcıdır. Bağlayıcı sözlər isə tam fərqlidir. Sual əvəzliklərdir. Bağlayıcılar cümlə üzvü olmur, bağlayıcı sözlər cümlə üzvü olur. Bağlayıcılar leksik mənası olmur, bağlayıcı sözlərin leksik mənası olur. Çünki bu əsas nitq hissəsidir. Daha sonra bağlayıcı sözlər əvəzi ilə ifadə olunduğuna görə leksik məna daşıyacaqlar, cümlə üzvü olacaqlar. Budaq cümləni baş cümləyə bağlayacaqlar. Həmişə budaq cümlədə işlənəcəklər. Bu qaydanı əzbərləyib. Bağlayıcı sözün mən sizə deyəcəm funksiya nədir? Leksik məna daşıması, cümlə üzvü olması, bağlama funksiyası, budaq cümlədə işlənməsi. Bağlayıcı sözlər bəzən sual əvəzliyindən başqa sözlərlə də bax, əvəzlik üstəgəl ki ilə ifadə oluna bilər. Hər kim əvəzliyi üstəgəl ki, hər nə, elə ki, o yerə ki, o zaman ki, o vaxt ki. Görürsüz, əvəzi üstəgəl ki olanda da bağlayıcı söz yarana bilər. Hər kəs ki məndən öncə çatdı, onu özümlə parka aparacağam. Hər kəs ki bağlayıcı sözdür. Bunun mən bağlayıcı söz olmasını digər baş cümlədə olan qarşılıq sözündən də anlaya bilərəm. Üçüncü funksiyası isə şəkilçi və ədatlar, modal sözlərlə sa ədatı, daha doğrusu üzrlü sayın sa şəkilçisi, dadə ədatı, sa şəkilçisi, belə ədatı, m ədatı, düzü modal sözü, doğrusu modal sözü, düzdür modal sözü, doğrudur modal sözü. Uşaqlar, gənclər, yadınızda qalsın ki, bunlar olanda birinci budaq, sonra baş cümlə gələcəkdir. Oxumuzun işarəsi də bu cür olacaq. Və bizi burada çaşdıra bilərlər sa şəkilçisi ilə. Sa bəzən şərt şəklinin şəkilçisi olur, bəzən isə isənin şəkilçiləşmiş forması olur. İmtahanda gəlib sizə isəni verib deyərlər ki, şərtlə bağlanıb, şərti verib deyərlər isə ilə bağlanıbdır. Məsələn, bax, alırsa. Əgər cümlə bu cürdürsə, xəbərin bu cür bitirsə, alırsa, zaman üstəgəl sa olanda sən buna isə deməlisən. Alsa desəydi, başlanğıc formaya kök avtomatik qoşulsa, sən buna şərt deyəcəksən. Amma özündən əvvəl bir qrammatik, yəni inkar şəkilçisindən başqa bir qrammatik gəlirsə, sən buna isə deməlisən. Məsələn, alacaqsa, deməli zaman var, deməli bu isə olacaqdır. Başa düşdünüz? Yəni bu cür cümlələrdə diqqət eləməliyik. Yolu burdan düşsə, bax, başlanğıc formaya avtomatik qoşulub deyə, kökə avtomatik qoşulubsa, sən burada deyəcəksən, bağlayan vasitə şərtdir. Və sağ olanda birinci budaq, sonra baş cümlə gəlir. Yəni yolu burdan düşsəyə budaq deyin, ikinci hər şeyi başa salarıq, baş deyin. Və mən demişdim, sasə olanda budaq cümlənin funksiyası nə olurdu? Ümumi məzmuna aid olurdu. Vaxtında gəlsə sasə, deməli yenə budaq və burada şərtlə bağlanıb, gedərik baş cümlə ümumi məzmuna aid olur. Razılıq verərsə, artıq mən buna şərt şəkli deməyəcəm. Çünki özündən əvvəl ar-ər zaman var. Zamandan sonra sasə varsa, siz burada deyəcəksiniz ki, isənin şəkilçiləşmiş forması olan sa ilə bağlanıbdır. Çünki burada zaman var. Bir sözdə iki şəkil olmaz. Sözündən incisən, sasə, başlanğıc formaya kök avtomatik qoşulubdur. Deməli, buna şərt deyirik. Və sasə ilə bağlayan cümlələrdə budaq cümlənin funksiyası ümumi məzmuna aid olur. Bütün gecəni yazıb pozda, başlanğıca qoşulubdur, ümumi məzmuna aid olur, şərt şəkilçisi ilə bağlanıb. Hava qaraldı mı? M ədatı ilə bağlanıbdır. M ədatı əsasən sual məzmunu yaradırdı. Burada sual məzmununu itiribdir. Ümumiyyətlə, M sual məzmunu itirirsə, deməli, bağlayan vasitədir. Daha sonra burada məni incitsə belə, sa və belə ilə bağlanıbdır. Sa burada şərt şəkilçisi, belə isə ədatdır. Burada hər zaman budaq cümlə birinci gəlib. Bu cümlələrin hər birində işarəni səhv çəkdim, budaq cümlə birinci gəlib. Düzü modal sözlə, düzü mənə çətindir, amma razı olmalıyam. Düzü modal sözü olanda yenə budaq cümlə birinci gəlir. Doğrudur modal sözü olanda budaq cümlə. Bax, doğrudura qoymuruq. Doğrudur cümlə üzvü deyil. Qocalıb sözü budaq cümlə. Lakin böyük təcrübə bizə kömək olacaq, baş cümlə olacaq. Sa şəkilçisi burada həm şərt şəkilçisi ola bilər, həm də isə hissəciyinin qısaltması ola bilər. Müəllim tapşırıq versə, verməkdən versə olanda burada şərtdir, başlanğıca qoşulubdur. Qonşum pisdirsə, burada adlara qoşulubdur. Pisdir, gözəldir, qəşəngdir, yaxşıdır, daha sonra qızdırsa, yəni ümumiyyətlə burada feildən başqa digər nitq hissələrinə də sa qoşulsa, siz buna isə deyəcəksiniz. Burada pis, sifətlisə, siz buna sasə şərt deyə bilmərsiniz, axı sasə şərti feilə qoşulur. Burada amma sifətə qoşulub.
Deməli, burada sa hissəciyinin qısaldılma formasıdır. Bütün vəziyyətlərdə burada sa şəkilçi budaq cümlədə olur. Yəni, istər isə olsun, istər şərt şəkilçisində olsun, budaq olur. Və yalnız intonasiya ilə bağlanan cümlələrimiz var ki, burada heç bir bağlayıcı vasitə iştirak etmir. El bilir, sən kimsən, nəçisən, nəsən. Burada el bilir, bax birinci cümlə, sən kimsən, nəçisən, nəsən. Bunlar da ikinci cümlə. Sizə desə burada neçə dənə sadə cümlə birləşibdir. Bax el bilir birinci cümlədir, nəçisən, nəsən, kimsən. Bu da ikinci. Bəs niyə nəçisən, nəsənə eyni cümlə deyirik? Çünki bunların hamısı bir mübtədaya, sənə aiddir. Bunlar sadəcə üzvlənən cümlələrdir. Burada iki sadə cümlə var. Və burada görürük ki, heç bir bağlayan vasitə yoxdur. Bəs bağlayan vasitəni biz özümüz artıra bilərikmi? Buna icazə varmı? Siz sadəcə bunu özünüz artırıb budaq və baş cümlənin yerini müəyyən edə bilərsiniz. El bilir ki, ki-ni artırıb baş və budaq cümlənin yerini müəyyən etdiniz ki, ki olanda birinci baş cümlə, ikinci budaq cümlə gəlir. Neçə il idi, onu görmürdüm. Baxıram ki, bağlayan vasitə yoxdur. Özüm artırıram ki, baş və budaq cümlənin yerini müəyyən edim. Ki olanda mən demişdim baş və budaq. Oxda bu tərəfə. Pis adamdır, yaxın durma. Baxıram, heç bir bağlayan vasitə yoxdur. Deməli, mən özüm burada yenə artıramsa, aha, sanı deyəndə birinci nə demişdik? Budaq, sonra baş cümlə olurdu. Əldən düşüb ağır günləri çox olub. Əldən düşüb və ağır günləri çox olub. Görürsünüz, burada da heç bir bağlayan vasitə yoxdur. Göründüyü kimi bu vaxt heç bir bağlayıcı vasitə olmur və baş və budaq cümlələri bir-birinə bağlamaq işi yalnız tabeedici intonasiya idi. Yuxarıda tabeli mürəkkəb cümlənin birinci və ikinci əvvəl gələn baş cümlədir. El bilir, ki-ni qoşuruq. Digərlərində isə məsələn, ki bağlayıcısını əvvəl edirik. Üçüncü cümlədə birinci yəni budaq cümlənin əvvəlində əgər bağlayıcısı, xəbərində isə hissəciyi. Dördüncü cümlədə ikinci gələn budaq cümlə ağır günlər çox olub, əvvəlinə çünkini qoyuruq. Və ağır əldən düşüb. Çünki ağır günləri çox olub. Burada çünkini əvvəl edirsə, səbəb bağlayıcısı. Səbəb bağlayıcısı olanda biz demişdik, birinci nə olur? Baş, sonra budaq cümlə olur. Çünki ona görə ki, bu bağlayıcı intonasiyaya bağlanan tabeli mürəkkəb cümlələrdə əsasən birinci baş cümlə gəlir, amma biz yenə də görürsüz, bağlayan vasitələri sadır, çünkidir, kidir, kidir. Bunları əlavə etməliyik ki, daha dəqiq bilək. Sağ olun, salamat qalın.